Hamıya salam, bu Kino Test kanalı və bugünkü nəzərimizdə olan film Zəhərli Avengerdir, yəni Toxic Avenger. Filmin əvvəlində biz bir kişi görürük, o Dorothy-ni gözləyir, Dorothy daxil olur. Dorothy ona deyir ki, bu BTH zavodundan bir sir oğurlayıb və bu zavod ətraf mühiti çirkləndirir. O isə onları ifşa edən informasiyanı oğurlayıb. Həmin vaxtda onlara çağırılmamış qonaqlar gəlir və Dorothy qaçır. Amma yıxılaraq ayağını zədələyir. Həmin bu çağırılmamış qonaqlar bu kişini öldürürlər, amma o qalxır və yenə ona atəş tuturlar və o düşür yerə ölür. Dorothy isə qaçır. Və həmin zavodun yanında şəhər var. O şəhərin içində əsas aktyorumuz Winston Guzey yaşayır. O ailənin tək başçısıdır və öz balaca oğlunu böyüdür. Oğlunun adı Wade'dir və o onun üçün hər şey edir. Səhər yeməyi və həmin səhər Winston və Wade bir mafiozi görürlər. O mafiozi yanında bir qoca nənənin mağazasını ucuz qiymətə almaq istəyir. Winston heç nə etmir və Wade ondan narazı qalır. Winston qayıdır işə. Adi bir smen idi. Winston-a xəstəxanadan zəng edib onu ora dəvət etdilər. Həkim onu xərçəng olduğunu deyir və Winston dəhşətə gəlib öz işinin sığortasına zəng edib xahiş edir ki, onun müalicəsinə pul ayırsınlar. Amma onun iş fəaliyyətinin sığortası çatmır müalicə üçün. Həmin vaxtda o BTH kompaniyasının müdirini göstərirlər, Bob Garbinger. O həmin gün bütün qəzetlərdə göstərirlər ki, onun kompaniyasının aksiyaları düşüb. Yanında olan xanım isə Bobun köməkçisidir. Otağa isə girən Keçəlibaş Bobun doğma qardaşıdır və Bob filmin əvvəlində olan xanımın şəklini göstərir və ona tapşırır ki, onu yox eləsinlər. Onun qardaşının adı Fritzdir. Fritz gedir öz qatillərin yanına və o həmin filmin əvvəlində olan xanımı göstərirlər. Qatillər gedib o xanımın evinə, onu tapmayıb və çıxıb gedirlər. Həmin xanım qayıdır o evə, öz əşyalarını sakitcə yığıb, çıxıb gedir oradan və bir də qayıtmamağını söyləyir. Winston'un oğlu Wade məktəbdə rəqs şousunda çıxış etmək istəyir, lakin qorxudan alınmır. Winston sonra öz-özünü internetdə görür və pis olur. Winston isə öz bank hesabına mənfi gedib görür, fikirləşir, səhər oğlu üçün nə etsin və o həmən videonu da görür. Səhər isə o öz oğlun üçün bir rəqs göstərir. Wade isə divanda oturur və stol üzərindəki papası barədə xərçəng olduğunu görür. Papası onun əlindən alır, deyir ki, hər şey yaxşı olacaq və həmən gecə bu çıxır pivə ilə gəzintiyə. Winston isə fikirləşir ki, o öz işinin direktorunun vacib şam yeməyinə getsin. Həmən direktoru şam yeməyində bir vacib mafioza çağırır. O şam yeməyində mafioz Bobdan ona verdiyi pulu tələb edir. Bob çox peşman qalır. Biraz sonra biz Winston-u görürük, hansı ki, qara yollardan daxil olur şam yeməyinə və xahiş edir ki, ona kömək etsinlər. Lakin nə Bob, nə də onun köməkçisi bunu etmir. Hətta deyirlər ki, onun işdən azad etsinlər. Winston bunu əvvəldən anlamayıb, çıxır bayıra və qapı bağlanır. O hər şeyi eşidib, gedir. O Bobun və köməkçisinin deyilənləri eşidib və öz iş yerinə gedir. Winston gizli yolla iş yerinə girsə də, filmin əvvəlində olan Dorothy də ora gedir. Bobun qardaşı Fritz isə buna görən kimi öz qatillərini ora göndərir. Bob isə girir iş yerinə, gedə-gedə isə toksik olan boçkaların birinə öz süpürgəsini basır ki, nəsə pislik eləsin, amma alınmır. Süpürgə isə silaha çevrilir. Həmən vaxt Dorothy toksik elementini oğurlamağa çalışır. Bob süpürgə silaha dönmüş o iş yerinə daxil olur, pullarını sumkaya basıb aradan çıxır. Winston qaçmağa başlayır və Dorothy də işini bitirib başlayır qaçmağa qatillərdən və onlar bir-birinə toqquşurlar. Pullar yanır, Dorothy və Winston başlayır qaçmağa qatillərdən əks tərəfinə. Dorothy qaça bilir, amma Winston qaça bilmir və onun dünyasını dəyişdirir. Qatillər Winston toksik suya atırlar, o isə oradan yenidən doğulur və
kanaldan su ilə axır. Oyanır və gedir öz evinin yanına. Həmən nənəni görür və mafiozilə qalxır nərdivanla yuxarı və oğlunu rəqs edən görür, istəyir oğluna salonlaşsın, lakin oğlu ona nəsə atır, Winston isə mafiozinin maşınına yıxılır. Mafiozi bunu görüb ona atəş açır, lakin Winstona heç nə olmur. O yaxınlaşır mafioziyə və onun əlini qırır. Bibi isə vaxt tapıb alqı-satqı dokumenti aparır. Sonra cəmaət tökülüşür Winstonun dalınca. O harasa yıxılır və yatır. Səhərsi gün o hansısa evin olmayan insanın yanında oyanır. O ona yaxşı məsləhət və motivasiya verir. Şəhərdə isə başqa bir qatillər kafeni ələ götürürlər. Lakin Winston bunu görüb istəyir oradakı cəmaatı xilas etsin. Həmən hadisə yerini efirdə göstərirlər və onun oğlu Wade də televizora baxır. Mafiozinin başçısı isə öz əli qopmuş oğlu ilə oturur və onlar da televizora baxırlar. Winston girir arxa qapıdan kafeyə və tez bazar hamısını doğramağa başlayır. Cəmaata Temudan hələ tez zakaz belə gəlmir. Necə ki Winston hamısını doğrayır orada. Winston canlarını alır, hamısını xilas edir. Oradan çıxan kimi onu qəhrəman kimi qəbul edirlər. Winstonun oğlu hər şeyi anlayır. Həmən dəqiqə mafiozi də baxır və onun oğlu deyir ki, o Winstonu öldürmək lazımdır. Çünki o onun əlini qopardı. Həmçinin Bob da bunu başa düşür və deyir ki, ona Winstonun qanı və gücü lazımdır. Onun həkimləri deyir ki, bunun üçün Winston özü onlarda olmalıdır. Səhər gün Dorothy gəlir Winston oğlunun yanına ki, desin papası ölüb. Amma həmən dəqiqə qatillər evə girirlər, amma Dorothy oğlu ilə qaçır. Onlar Winston qabağına çıxırlar. Oğlu başlayır onunla danışmağa və həmən dəqiqə Winstona atəş açırlar. Winston sadəcə uzanır. Qatillər oğlunun dalınca qaçırlar və qaçırırlar Dorothy'yə güllə atmağı. Winston isə başlayır o həmən qatilləri öldürməyə. Sadəcə gecdir. Çünki onun oğlunu qaçırırlar. O həmən maşında Dorothy'ni gətizdirir o evi olmayan şəxsin yanına və orada öz qanını sıxıb onu xilas edir. Winston gedir o qatillərin konsertinə. Dorothy də ona köməklik eləyir və konsertə son qoyur. Winston yavaş-yavaş üzə çıxmağa başlayır. Mikrofonu götürüb onlarla danışmağa başlayır. Onlar hər şeyini başa düşürlər və Winston onları başlayır bir-bir yox etməyə. Onlardan ən böyüyü qaçmağa başlayır. Lakin Dorothy onun dalınca gedir. Dorothy isə bu böyüyünü saxlatdırır parkda. Winston onları isə yox edəndən sonra qatılır Dorothy'nin yanında. Və onlar ondan informasiya əldə edirlər, hansı ki onun oğlunun axtarışında köməklik göstərir. Onlar həmən yerə gedirlər və orada yuxu qazı vururlar onlara. Onlar isə sadəcə yatır. Bob Winstonun qanı götürür və laboratoriyaya aparır. Həmən laboratoriyada onun gücünü ona verirlər. Bob isə bilmirdi ki, onun qonağı həmən mafiozidir, hansı ki o ona pul borcludur. Bob kimyəvi dərmanı içir və mafiozunu və onun köməkçilərini yox edir. Bobun köməkçisi yaxınlaşır onun yanına və dəhşətə gəlir. O dərmanı görür və qalağını içir. Winston qanalları açıb oradan qaçır. Winston bilir ki, oğlunu balaca bir yerdə saxlayırlar və o ora qaçan kimi o həmən yeri partladırlar. Winston elə bilir ki, onun oğlu ölüb. O Bobu görür və dava başlayır.
və Bob çalışır ki, onu orada məhv etsin. Həmin vaxtı Dorothy-yə Bobun köməkçisi hücum edir. Amma Dorothy tualet qapağı ilə Bobun köməkçisini söndürür. Winston ayağa durur, Dorothy isə tualet qapağı ilə onu vurur. Winston üstünə düşür və onu söndürür. Saniyə keçməmiş Winston öz oğlunu görür və anlayır ki, Fritz ona o həmən partlamış evində köməklik edir. Bob ona hücum edir və Winston onu taxtaya otuzdurur. Bir dəfəlik və o sağ qalır. O oğlu tərəfə çönür və Bobun köməkçisi onu arxadan vurur. Fritz kömək etmək istəyir, amma Fritzi də yox edirlər. Winston onu tutub partladır. Bob oyanır klinikada və onun qarşısında həmən kafedə olan FBI agenti gözləyir. Bütün şəhər cəmaəti Boba alqışlayır. Dəyərli dostlar, abunə olun. Tezliklə yeni filmlər gəlir. Hansı filmlər işıqlandırmağını istəyirsinizsə şərhlərdə mənə bildirin. Təşəkkür edirəm sizə və mən sağollaşmıram.